Salam, hər vaxtınız xeyir olsun. Biz bugün məntiqdən, riyazi əməllər bölməsindən test izahına baxacağıq. Bu bölmənin digər adı aşkar operatorlardır. Keçid edək suala. Birinci sual. Ortada verilən S, bizdə bunlar operator sayılır. Romb, məsələn, dairə, hər hansı fiqurlar verilə bilər. E, Operatorun hər zaman solu soluna bərabərdir, sağı sağına bərabər götürüb həll eləyəcəyik. İndi bu o deməkdir ki, A-nın qiyməti 5-dir. Əgər A-nın qiyməti 5-dirsə, gəlin hesablayaq. 2 vuraq 5, üzərinə gələk 7. Bu da eləyəcək bizim üçün 17. Doğru cavab A variantı. Yenə eyni qayda ilə o deməkdir ki, A-nın qiyməti 6-ya bərabərdir. Onda gəlin hesablayaq. 2 vuraq 6 plus 5 bərabərdir 11. 11-i 2-yə vuranda 22. Doğru cavab D variantı. Üçüncü suala baxaq. Üçüncü sualda yenə eyni qaydadır. A-nın qiyməti 3-ə bərabərdir. 3-ün kvadratı plus 3 vurulsun 3. 9 plus 9 bərabərdir 18. Doğru cavab C variantı. Dördüncü suala baxaq. C-nin qiyməti 4-ə bərabərdirsə, 4-ün kubu minus 5 vurulsun 4-ə. 4-ün kubu eləyəcək 64 minus 20. Bu da bərabərdir 44-ə. Doğru cavab B variantı. 13-cü suala baxaq. Dedik ki, sol tərəfi bir-birinə bərabər götürəcəyik. Sağ tərəfi isə bir-birinə bərabər götürəcəyik. Bu deməkdir ki, M-in qiyməti 6-ya bərabərdir. N-in qiyməti isə 1-ə bərabərdir. Gəlin hesablayaq. Onda olacaq 6-nın kvadratı plus 7 vurulsun 6 vurulsun 1. 6-nın kvadratı eləyəcək 36. 6 və də 7, 42. Bu da eləyəcək 78. Doğru cavab B variantı. 14-cü suala baxaq. Yenə sol tərəfi bir-birinə bərabər götürəcəyik. Onda alınır 2A bərabərdir 14-ə. A nəyə bərabər olacaq? 14-ü 2-yə böləcəksiniz 7-yə. Deməli, A-nın qiyməti 7-dir. B isə 9-a bərabərdir. Gəlin hesablayaq. 7 vurulsun 7. Minus 2 vuraq 9-a. 7 və 7 49 eləyəcək. Minus 18. Bu da eləyəcək 31. Doğru cavab C variantı. 15-ci sual. Yenə sol tərəf bir-birinə bərabər götürəcəyik. Gəlin hesablayaq. 3A kubu bərabərdir 81-ə. A kubu bərabərdir 2 dəfə 3 6 27. Neçənin kubu 27 eləyəcək? Deyəcəksiniz 3-ün. Yəni kubu deməkdir ki, hansı rəqəm 3 dəfə öz-özünə vuranda 27 eləyəcək? Deyəcəksiniz 3. A-nın qiyməti 3-ə bərabərdir. İndi sağ tərəfi bir-birinə bərabər götürüb həll eləyəcəyik. 2B bərabərdir ona. B də bərabərdir 5-ə. Deməli, A-nın qiyməti 3, B-nin qiyməti 5-dir. Gətirib yerinə yazmaq lazımdır. 3 plus 5. Bu da eləyəcək 8. 8-i 2-yə vuranda 16. Doğru cavab Y variantı. Gəlir 16-cı suala. 16-cı sualda burada əgər mötərizə varsa, necə riyaziyyatda, ifadələrdə hər zaman birinci mötərizənin içərisi həll olunduğu kimi, məntiqdə də birinci mötərizələrin içərisini həll eləyəcəyik. Sonra isə yerində qalan hesabı əməli yerinə yetirmiş olacaq. İndi gəlin baxaq. Birinci mötərizənin içərisi qara gül. A-nın qiyməti 8-ə bərabərdir. O deməkdir, B-nin qiyməti 2-yə bərabərdir. Gəlin hesablayaq. 3 vurulsun 8 minus 9 vurulsun 2-yə. 8 dəfə 3 24 minus 18 bərabərdir 6-ya. İndi gəlin yerinə yazmış olaq. Deməli, birinci mötərizəni həll elədik. Nə aldıq? Nəticə 6 minus. İndi ikinci mötərizəyə baxaq. Harda yerinə qoyacaq? A kvadrat olan sətirdə. O deməkdir ki, A-nın qiyməti 3-dür. B-nin qiyməti də 1-dir. Gəlin hesablayaq. 3 plus 2 vurulsun 1. O da bərabərdir. Eləyəcək 5. Deməli, birinci mötərizənin nəticəsi 6. İkinci mötərizənin nəticəsi isə 5 oldu. 6 minus 5 nəyə bərabərdir? 1-ə. Doğru cavab Y variantı. İndi gəlin 17-ci suala da baxaq. Yenə eyni qaydadır. Əvvəlcə birinci mötərizə qara damlaya baxaq.
ikinci sətirdədir. A-nın qiyməti 9 deməkdir, B-nin qiyməti də 2 deməkdir, bərabərdir. 9 plus 2-nin kvadratı, bu da eləyəcək 9 plus 4, o da bərabərdir 13. Birinci mötərizədən alınan nəticə 13 minus. Gəlin ikinci mötərizəyə baxaq. Birinci sətirdə yerinə yazacağıq. O deməkdir A-nın qiyməti 1-dir, B-nin qiyməti isə 10-dur. Onda gəlin hesablayaq. 1-in kubu minus 2 vurulsun B-nin qiyməti də 10-dur. 1-in kubu bilirsiniz ki, kvadratı kubu elə özünə bərabərdir. Onda 1 minus 2-ni 10-a vuranda eləyəcək bizim üçün 20. Davam edək. Bilirsiniz ki, riyaziyyatdan müəyyən qədər belə deyim, mənfi müsbət ədədlərin hesablanması ilə bağlı bilgiləriniz var. Keçmisiniz orta məktəbdə. Birdən 20-ni çıxmaq üçün, belə deyim, 20-dən 1 çıxılır, tərsinə yazılır mənfi olaraq. 20-dən 1 çıxanda qalacaq bizim üçün mənfi 19. Bunu da tapdıq. İndi davamına baxaq. Deməli, 13 minusdursa da, mənfi də 19 nəticə aldıqsa da, bunu mötərizənin içərisində yazmalıyıq. Yenə riyaziyyatdan müəyyən bilgilərə maliksiz. Bilirsiniz ki, 2 mənfi işarəsi yanaşı gəlində müsbətə çevrilir. Yəni, mötərizə açılan zaman da 13 plus eləyəcək bizim üçün 19. Bu da bərabərdir 2, 3, 32. Doğru cavab A variantı. Deməli, biz bugün sizinlə riyazi əməllərdən fərqli bir neçə test nümunələrinin izahına baxdıq.